Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Rabbi şahli sadri ve yassirli emri ve ahlul uqdatan min lisani yefqahu qavli amma ba'd. Şaban ayının fəziləti haqqında mövzumuz olacaq. Həmd olsun Allaha ki, bizim qəlblərimizi itaət mərasimləri ilə dirildir. Yəni həmd olsun Allaha ki, yəni o insanlar qafil olduqları o ayda bizi o hədiyyələrlə diqqətimizi cəlb etdirir. Yəni Allah Teala'ya buna görə çoxlu həmdlər olsun. Və sonra həm özümə, həm üçün sizi də yəni Allahdan qorxmağı tövsiyə edirəm. Necə ki Allah Teala öz kitabında buyurduğu kimi: "Ya eyyuhellezine amenu rka'u vescudu va'budu rabbakum vef'alul hayra leallekum tuflihun." Yəni ey iman gətirən kəslər, rükû edin, səcdə edin, Rəbbinizə ibadət edin. Vef'alul hayra leallekum tuflihun. Xeyir işlər görün ki, xoşbəxt olmağınız üçün. Ona görə yəni möminlər yəni bilməlidirlər ki, Allah Teala bizi yəni müəyyən xeyirlərlə, yəni itaətlərlə, müəyyən ibadətlər, mərasimləri ilə bizi nemətləndirib. O mərasimlərdən də biri bu Şaban ayıdır. Yəni Şaban ayının fəzilətlərindən də biri odur ki, yəni Allah Resulü sallallahu aleyhi ve sellem Şaban ayında çox oruç tutardı. Necə ki Useymə İbn Zeyd radiyallahu anh deyir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni halını Şaban ayında nəzarət edərdim. Və gördüm ki Allah Resulü sallallahu aleyhi ve sellem bu aylarda orucuları daha çox tutur. Və deyir, bu məni təəccübləndirdi. Ben dedim ki, ey Allahın Resulü, mən səni bu Şaban ayında tuttuğun orucular kimi başqa ayda tuttuğunu görməmişəm. Və deyir, həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellem ona yəni əzəmətli bir kəlmə ilə, yəni kəlmə deyir. Yəni əgər insanlar deyir, qafillər, yəni bunu dərk eləsələr, onların deyir, həyatları dəyişər. Peyğəmbər sallallahu aleyhi ve sellem ona nə deyir? Deyir ki, "Dəlikə şəhrun yəğfulun nəs anhu beynər Rəcəb və Ramadan." Yəni bu ay elə bir aydır ki, bu ayda insanlar qafil olurlar. Rəcəb ayı ilə Ramazan ayının arasında olan aydır bu ay, yəni Şaban ayı. O ayda da insanlar qəflətdə olurlar. Bu birinci. Yəni insanların qəflətə düşməsinə yəni səbəb nə idi? Çünki insanlar o vaxtı Rəcəb ayına, Ramazan ayında çox hazırlaşırdılar. Rəcəb ayı çünki haram aylardan idi. Onlar haram aylarında ibadətlər edirdilər. Çünki hətta yəni İslamdan qabağa da yəni o haram ayların yəni İslamdan qabaqki ümmətlərdə də onun şərəfi, fəziləti var idi. Hətta o aylarda cihad belə etmirdilər. Hətta o aylarda vuruşmurdular, döyüşmürdülər. Və vaxtlarını xeyirlə keçirirdilər. Və Şaban ayında isə yəni bu itirdi. Hazırlaşırdılar, ona görə də insanlar qəflətə düşürdülər. Ramazan ayı üçün həmçinin yəni yenə də ibadətlərlə məşğul oldu. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayda oruç tutmağı çox atdı. Bu da dəlalət edir ki, insanlar qəflətə düşdüyü zaman xeyir əməllər etmək daha çətindir. Çətindirsə savabı da daha çoxdur. Və ikincisi odur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, bu ay elə bir aydır ki, bu ayda əməllər Allaha qaldırılır. Aləmlərin Rəbbinə qaldırılır. Mən də istəyirəm ki, əməllər Allaha qaldırıldığı o ayda oruclu olun. Yəni bu dəlalət edir ki, yəni Allah Resulü sallallahu aleyhi ve sellem yəni əməllər Şaban ayında Allaha qaldırılan o ayda oruclu idi. Ona görə ki, çünki istəyir ki, oruclu olanda yəni daha yaxşı olur. Yəni əməllər daha saf olur, əməllər daha təmiz olur. Və istəyirdim ki, əməllərim də, yəni əməllər Şaban ayında Allaha qaldırılanda yəni daha oruclu olun, bu daha yaxşı olması üçün. Və həmçinin buradan nə fayda çıxır? Buradan fayda çıxır ki, insan deməli yəni bu ayda qəflətə düşür.
fikirləşməlidir ki, daimi qəflətə düşə bilər. Deməli, insan qəflətdə ola bilər. Ona görə qəflətdə olmaması üçün xeyir əməllərini artırmalıdır. Allah Resulü sallallahu əleyhi və səlləm oruç çox tutdu. Deməli, sələflərdən hətta gəlib ki, bu ayı hazırlaşardılar. Bu ayda hazırlaşardılar, Quran oxuyardılar. Yəqin şeyx özü də burada zikr eləyəcəkdir. Deməli, ey deyir müsəlmanlar, Allah Teala bizi bu Şaban ayına çatma səbəbi ilə bizi hörmətləndirdi. Buna görə də biz Allah'a həmd edirik. Çünki deyir ki, bu ay elə bir aydır ki, bu bizi Ramazanı yaxşı keçirməyimiz üçün bir səbəbdir. Hazırlaşmağımız üçün, Ramazanı da yaxşı keçirməyimiz üçün bir səbəbdir. Ona görə də bu elə bir aydır ki, mömin həmişə deyir ki, o Ramazan ayını yaxşı qarşılamaq üçün bu ayı yaxşı keçirir. Və həmçinin bu aya yaxşı diqqət yetirir. Çünki nəyə görə? Bu aydır ki, çox Quran oxuyanların ayıdır. Bu ay elə bir aydır ki, bu ayda əməllər Allaha qaldırılır. Həmçinin bəzi alimlər deyirlər ki, bu ay Ramazan üçün hazırlıq ayıdır. Bu ay Ramazan üçün hazırlıq ayıdır. Ona görə şeyx deyir ki, İslam və iman qardaşları. Bizim deyir problemimiz nədir? Biz hər il deyir ki, hər il bu Ramazan ayına gəlib çatırıq. Və qafil olduğumuz halda. Qafil olduğumuz halda deyir, hər ay bu Ramazan ayına gəlib çatırıq. Və ona görə də deyir, biz bu Ramazan ayına gəlib çatmamışdan öncə biz nə etməliyik? Bu ayı deyir, sıfırdan başlamalıyıq. İtaətlə, ibadətlə sıfırdan başlamalıyıq. Yavaş-yavaş, çünki biz Şaban ayında buradan başlasaq, biz deyir, artıq deyir, gəlib Ramazan ayına çatanda, biz deyir, təmizlənəsiyik. Amma yox deyir, biz əgər deyir, bu Şaban ayından özümüzə çəkin düzən verməsək, Ramazan ayı girəndən sonra biz özümüzə çəkin düzən verməyə başlasaq, gəlib deyir, Ramazanın qutardığı hallarda bizim halımız, o halda deyir, bizim halımız yaxşılaşacaq. Onda deyir, belə olduğumuz halda biz Ramazanın ləzzətini, Ramazanın faydasını götürə bilməsiyik. Əgər deyir, biz Ramazanın faydasını götürməkdən ötəri, birinci deyir, Şaban ayında hazırlaşmamız lazımdır. Ona görə sələflər buna deyir, fikir verərdilər. Hətta deyir ki, sələflər fikir verərdilər, öz, belə deyək də, səhifələrini gözdən keçirərdilər. Ona görə də deyir ki, çox insanlar görürsən ki, Ramazana girir, deyir ki, mən Ramazanda özümü düzəldəcəm, gəlir ta ki, Ramazan qutarır, görürsən ki, peşman olur ki, deyir ki, kəş ki, mən bütün səhifələrimi bükərdim və həmçinin peşman olur, həsrət içərisində olur, peşmançılıq çəkir. Ona görə də biz həmən adama deyirik ki, hər il gəlir. Sən hər il ərzində bunu deyirsən. Amma deyirsən, hər il ərzində bunu deyirsən də qabaqçadan hazırlıq görmürsən. Ona görə deyirsə, vacib olan odur ki, sən qabaqçadan o Ramazanı yaxşı qarşılamaqdan ötəri, əvvəlcədən hazırlıq görəsən. Əvvəlcədən hazırlıq görəsən. Əgər deyir, biz bizdən əvvəlkilərin halını fikirləşsək, görərək ki, onlar deyir ki, o Ramazan gəlməmişdən 6 ay qabağa Ramazan ayı üçün hazırlaşardılar. Dua edilər ki, Allahım bizi Ramazana çatdır. Bunu siz dəfələrlə eşitmişsiniz. Tələbələrimiz danışıb bu haqda ki, sələflər deyərdilər ki, bizi Ramazan ayına çatdır, 6 ay qalmış. Çatdır, onlar sadəcə quru söz demirdilər ki, çatdır Ramazan ayı üçün özlərini islah eləməyə çalışardılar. Ramazan ayını yaxşı qarşılayacağım, Ramazan ayında özünə çəkir düzən verəcəm. İndidən çəkir düzən verərdilər ki, 6 ay qalmış. Ki, Ramazana Allah onları çatmasına müvəffəq eləsin. Əgər deyir, biz belə etsək, onda deyir, bilərik ki, həqiqətən Ramazanın, biz deyik ki, Ramazandan yaxşı qarşılamış sayılarıq. Əgər biz müsəlman deyir, bildiği zaman bunu və həmçinin nəfsində bunu xatırladığı zaman ki, Şaban ayı özü bir müjdədir. Şaban ayı bizi o fəzilətli Ramazana yaxşı çatmağımız üçün bir səbəbdir. Və əgər insan bunu hiss eləsə, artıq ki, Ramazan ayına çalışmağa başlayacaq. Ramazan ayını da o yaxşı qarşılayarsa, Ramazan ayından sonraki 6 ay ərzində, onun üçün nə olacaq? Onun üçün bir zariyyat mərasimi olacaq. Hətta 6 ay yaxşı, ibadətlərinə də təsir edəcək, səbəb olacaqdır. Ona görə ki, ey mömin insan, Şaban ayı elə bir aydır ki, gərək sən o ayda tənbəllik etməyəsən. Əksinə deyir ki, möminlərə görə bu ay
Yəni hazırlaşmaq ayıdır. Yəni, əksinə möminlərə görə bu ay hazırlaşmaq ayıdır. Yəni həqiqətən onlar deyir ki, bu Şaban ayını bir meydan hesab edirdilər. Meydan hesab edirdilər. Necə ki deyir ki, bir də idmançı deyir ki, öz idmanına, öz deyək ki, yəni o yarışına çıxmamışdan öncə əvvəlcədən deyir hazırlaşdığı kimi ki, yaxşı çıxsın, yaxşı bacarıqlı olsun deyə özünə çəki düzən verdiyi kimi və eynilikdə də mömin insan deyir bu Şaban ayında özünə o cür çəki düzən verməlidir. Beləcədir ki, mömin yəni ki, deyir Ramazanı yəni o tövbəyə başlamaqla gözləməlidir. Yəni və həmçinin gecə namazları üçün, gecə namazlarına hazırlaşmalıdır. Yəni çoxlu Quran oxumağa çalışmalıdır ki, hətta Ramazan ayına girəndə, yəni o şeylər onun üçün çətinləşməsin. Çünki deyir Şaban ayı, yəni bir sənin üçün nədir? Bir, yəni səni Ramazana yaxşı qarşılamağın üçün bir fürsətdir. Ona görə də deyir ki, sən diliği Allah'a zikr eləməyə və həmçinin qəlbiği, yəni qiyama bağlamalısan və həmçinin qəlbiği Quran oxumağa bağlamalısan ki, yəni sənin üçün yəni asan da olsun Ramazan ayında. Və kim də deyir ki, ibadətlərində güclü olmağa istəyərsə və itaətlərində sabit olmağa istəyərsə və namazlarında xuşu içərisində olmaq istəyərsə Ramazanda, o zaman deyir, indidən başlamalıdır. Artıq deyir, salih sələflərimiz, Allah onlardan razı olsun, onlar deyir, bu həqiqəti deyir, ciddi başa düşmüşdülər. Artıq deyir, Həsən Basri Rahiməhullah, yəni Şaban ayı daxil olduğu zaman onun halı dəyişərdi. Qorxusu güclənərdi və deyərdi ki, mömin o kəsdir ki, yaxşılıqlarla qorxunu cəm edər. Münafiq o kəsdir ki, pisliklərlə əminliyi cəm edər. Nə deməkdir bu? Yəni, mömin o kəslərdir ki, yaxşılıqlarla qorxunu cəm edər. Yaxşılıqlar da edir və əməllərin qəbul olmamasından qorxur. Münafiq isə odur ki, pisliklər edir, əmindir ki, Allah onu bağışlayacaq. Əminlik var onda. Yəni, əmindir. Yəni, mömin isə əmin heç vaxt olmur. Və həmçinin sələflərdən gəlib ki, Əbu Bakır Rahiməhullah buyurur ki, Rəcəb ayı elə bir aydır ki, ona deyiblər ki, şəhru zər'i, yəni əkin ayı. Şaban ayı isə deyir ki, yəni ona deyilir ki, şəhru siqa, yəni sulamaq ayı. Ramazan ayı elə ayıdır ki, biçim ayı. Kim deyir ki, Rəcəb ayında əkməzsə və Şaban ayında əkdiyini sulamazsa, onda deyir ki, o Ramazan ayında nə biçəcəkdir? Əgər bir insanın Ramazan ayında biçməsindən ötəri Rəcəb ayında əkməsi lazım. Şaban ayında isə onu suvarması lazım, Ramazan ayında biçə bilsin deyə. Əkdiyinin bəhrəsini götürə bilsin deyə. Ona görə deyir, kim deyir ki, hər Ramazanda müxtəlif Ramazan, yəni dəyişikliklər görməyə istəyirsə və həmçinin o Ramazanda qəlbinin ayıq olmasını və ibadətlərinin xuşu içərisində olmasını istəyirsə və həmçinin Allah Teala bu əməllərini qəbul etməsini istəyirsə, onda deyir, Şaban ayından başlamalıdır. Və qəlbini deyir ki, kindən, həmçinin həsəddən, yəni pis şeylərdən təmizləməlidir. Və tövbəsini, günahlarından olan bütün günahlarına qarşı tövbə etməlidir. Ki, Ramazana daxil olduğu zaman onun qəlbi tərtəmiz olsun. Onun qəlbi təmiz olsun. Çünki deyir ki, Ramazan, yəni ayı, yəni ona alimlər deyiblər ki, o ətir ayıdır. Yəni ətir də deyir ki, ancaq təmiz olan paltara vurulur. Əgər sən deyir, Ramazana, yəni kirli girsən, yəni onun axırında ancaq təmizləyib qutararsan. Ona görə də alimlər deyirlər ki, Ramazan ayı ətir ayıdır. Yəni paltar da ətir də ancaq təmiz paltara vurulur. Və həmçinin və hədə, yəni şəhrul qasl, həmçinin deyir ki, Ramazan ayı, yəni yumaq ayıdır. Yəni nəfsi günahlardan, xatalardan yuyulan bir aydır. Bizim hər birimizi xata edirik, amma xata edənlərin ən xeyirləri tövbə edənlərdir. Ona görə də deyir ki, həmçinin hər bir kəsə bu ayda oruç tutmağı tövsiyə edirəm. Həmçinin nəfsini Şaban ayında oruç tutmağa vərdiş elətdirsin gərək insan. Kim deyir ki, yəni bu ayın məşəqqətini dadarsa, Ramazan ayında onun üçün bu asanlaşar.
Ona görə də Şaban orucunu tutmaq, yəni Ramazan orucu üçün bir rahatlıqdır. Yəni kim deyir Şaban ayında oruç tutarsa və Ramazan ayında onun üçün asanlaşar. O Ramazan ayına deyir ki, məşəqqətsiz və çətinsiz daxil olar. Və deyir ki, bu da gizli deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bu ayı çox oruç tutardı. Bu ayı yəni çox oruç tutardı. Necə ki deyir ki, yəni anamız Ayşə radiyallahu anhə deyərdi ki, Allah Resulü sallallahu aleyhi və səlləmi yəni Şaban ayındakı kimi daha çox oruç tutduğunu görmədim. Hədis Buxari Müslimdə keçir. Ona görə də deyir ki, sən neynə? Yəni ki, bu ayda, bu Şaban ayında fəzilətli günlərdə oruç tut. Yəni hansı günlərdə? Birinci gün, dördüncü gün və ya ağ günləri yəni oruclar tutmaq. Əgər onları tutmursansa bu ayda yəni ayın əvvəlindən başla bunları tutmağa. Çünki yəni ayın ortasından sonra Allah Resulü sallallahu aleyhi və səlləm heç oruç tutmayan adama oruç tutmağı qadağan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm ki, Şaban ayının yəni ortası gəldisə ondan sonra fələ təsumu, oruç tutmayın. Lakin bu kimlərə aiddir? Heç oruç tutmayana qədər. Əgər bir insan Şaban ayının əvvəlindən ortasına kimi oruç tutmayıbsa, ortasından sonra ona oruç tutmaq qadağandır, olmaz. Ona oruç tutmaq olmaz, qadağandır. Lakin amma kim vərdiş halında, misal birinci, dördüncü gün və yaxud da 13, 14, 15'e oruç tutmağa niyyət edirsə, bu ayda Peyğəmbər sallallahu əleyhi və səlləm oruç tutduğuna görə, yəni insan bu niyyətli olarsa, onda oruç tuta bilər. Onda o, yəni yarısından sonra da oruç tuta bilər. Həmçinin bu ayın fəzilətlərindən də biri nədir? Bu ayın fəzilətlərindən də biri, bu ayda, yəni bu ayın ortasında elə bir gecə var ki, Allah Teala yəni o gecədə yəni müşrik, şirk qoşmayandan və həmin küstü qalmayandan başqa hər bir kəsi bağışlayır. Şirk qoşan və küstü qalanlardan başqa hər bir kəsi bağışlayır. Bu da bu gecənin fəzilətidir. Bu da Şaban ayının yəni ortası günü, yəni onun gecəsi Allah Teala hər bir kəsi bağışlayır. Yəni şirk qoşan və bir də yəni küstü qalanlardan başqa. Və ona görə şeyx gətirir ki, ey deyir, bərəkətli qardaşım, sən deyir Allahın kitabından sana yəni verilən o payı unutma. Yəni Şaban ayı, yəni çox Quran oxuyanların ayıdır. Kim deyir ki, bu Şaban ayında yəni mushafı, Quranı açmazsa, Ramazan ayında ona Quranı açmaq ağır gələr. Ənəs ibn Məlik radiyallahu anh deyir ki, yəni kənəl muslimun idə dəxilə Şaban əkubbu ələ məsahif. Deyir ki, yəni müsəlmanlar Şaban ayı daxil olduqları zaman, yəni ancaq deyir ki, mushaflara güc verərdilər və onu oxuyardılar. Və deyir ki, mallarının zəkatlarını çıxarardılar ki, yəni oruçdan zəif müsəlmanlar üçün, zəif müsəlmanlar güclənsin deyə. Yəni necə ki, Ənəs ibn Məlik radiyallahu anh deyir. Həmçinin sələflərdən gəlib ki, Əmr ibn Qeys rahimehullah, yəni tabinlərdəndir. Deyir ki, İdə dəxilə şəhrü Şaban əğləqə hənutəhu. Deyir ki, Şaban ayı daxil olardısa, onlar dükanlarını bağlayardı. O həmən yəni şəxs, yəni Umeyr ibn Qeys rahimehullah, Şaban ayı daxil olduğu zaman dükanını bağlayardı və deyir ki, Quran oxumağa yönələrdi. Ona görə neçə müsəlman vardı ki, Allah Teala onu bu Ramazan ayına çatdırıb və Ramazan ayına deyir ki, Ramazan ayının bərəkətini dadmadığı halda çıxıb. Və neçə insanlar var ki, Allah Teala onu deyir Ramazan ayına çatdırıb, o Ramazan ayında deyir o imanın şiranlığını dadmadığı halda, yəni o aydan çıxıb. Və buna görədir ki, üzərimizə vacib olan məsələlərdəndir ki, Allaha dua edək. Allah'tan istəyək ki, Allah'ım bizi o Ramazan ayına çatdır. Bu da deyir, kifayət deyil. Yəni əksinə lazımdır ki, deyən dualarımızı çoxaltmaq ki, Allah'ım bizə Ramazan ayında əməl etməyə yardım elə. Bizi və həmçinin o Ramazan ayında faydalananlardan, bizi Ramazan ayında uğur tapanlardan elə. Necə ki, deyir, Sə'd rahimehullah deyərdi ki, yəni Allaha dua etdiğin zaman, yəni ki, səni Ramazana çatdırsın deyə unutma ki, dua edəsən ki, Allah Ramazanda sənə bərəkət versin deyə. Bunu unutma. Əgər sən dua edirsən ki, Allahım məni Ramazana çatdır və arxasınca denən ki, Allahım Ramazanı yəni mənim üçün bərəkətli elə. Ramazanda yəni əməllərimi yəni ixlasla etməyə, yəni sənin razılığını qazanaraq etməyə, sənin sevdiyin əməlləri etməyə, yəni mənə müvəffəq elə. Çünki deyir, burada şəndir, işdir, Ramazana çatmaq deyil. Burada deyir, iş o Ramazandan düzgün faydalanmaqdır.
O Ramazanda düzgün əməl etməkdir. Hangi şeyh deyir ki, deməli o Ramazanı qarşılamağımız üçün, yəni qardaşlarım deyir, çalışmaq lazımdır. Yəni çalışmaq da necə olur? Birinci növbədə salih niyyət olmalıdır və həmçinin deyir ki, doğru əzmkarlıq olmalıdır. Və sonra Allaha dua etməlisən ki, Allahım məni Ramazana çatdır və mənə o Ramazanın günlərində, gecələrində, yəni məni bərəkətli elə, mənə bərəkət ver və həmçinin orucları, o qiyamları, yəni sənin razı qaldığın formada, yəni qiyam-ı leylin sənin razı qaldığın formada bizi ruzləndir. Yəni belə deyərsənsə Allah Subhanahu taala sənin üçün bunu asanlaşdırar. Sonra şeyx gətirir ki, deməli, həmçinin bildiyimiz kimi bu Ramazan, Şaban ayı bərəkətli bir aydır. Lakin şeyx deyir ki, bu Şaban ayının yəni o yəni ortasında o gecəni yəni ucatmaq deyib belə bir şey gəlməyibdir. Yəni bəzi insanlar görürsən ki, o gecənin həmən vaxtı ibadətlərini artırırlar, çoxlu ibadətlər edirlər. Bu haqda deyir heç bir şey sabit olmayıb. Bu haqda yəni heç bir şey sabit olmayıb. Lakin bu haqda sabit olan odur ki, yəni o gecə Allah Subhanahu taala yəni bütün qullarını bağışlayır. Yəni müşrikdən, şirk qoşandan və bir də küstü qalanlardan başqa. Bəzi alimlər müşahinə deyiblər ki, bidətçi. Bidətçidən, şirk qoşandan, bəzi alimlər istədir şirk qoşandan və həmçinin küstü qalanlardan başqa Allah Teala hər bir kəsi bağışlayır. Ona görə Şeyx Hüseyn Rəhməhullah odur ki, əgər insan baxmalıdır, bu aydan qabaq kimlərləsə əlaqəsi yaxşı olub, yəni bu ayda hətta yəni bu ay çatınca qədər, yəni onun kimlərləsə əlaqəsi pisləşibsə, yenə əvvəlki halına qaytarmağa çalışmalıdır. Bu ayın yarısı gəlib çatana qədər. Yəni ki, yəni münasibətləri düzəltməlisən, əlaqəni düzəltməlisən. Çünki bu da artıq müşahinə daxil olur. Əlaqəni düzəltməlisən ki, yəni bağışlanılan qullarına olasan. Çünki bu, yəni Şaban ayının yəni fəzilətlərindən biridir ki, Allah Teala bu yəni ayda, bu gecədə hər kəsi bağışlayır. Hər kəsi bağışlayır. Və sonra şeyx deyir ki, Allahım sən bizi və həmçinin bütün müsəlmanları Ramazan ayına çatdır və həmçinin bizi o Ramazan ayında yəni dünyamızda və dinimizdə yəni ən yaxşı Ramazan ayını keçirənlərdən et və həmçinin bizi yəni əməllərimizi Ramazan ayında qəbul edən qullarından et. Həqiqətən sən yəni rəhimkarsan, rəhim edənlərin ən rəhimlisisən. Subhanəkə Allahumma və bihamdik və əşhədu ən la ilahə illə estəğfiruke və etûbü ileyk.